Sabit cərəyan qanunları. Birinci başlıq. Sabit cərəyan axan dövr hissəsinin hansı nöqtəsində elektrik sahəsinin potensialı ən böyükdür? Cərəyanın axma istiqamətində potensial kiçilir. Odur ki, ən böyük, baxırıq ki, cərəyan sağa doğru axır, o zaman ən böyük 1-də olacaq. İkinci sualda sabit cərəyan axan dövr hissəsinin hansı nöqtəsində elektrik sahəsinin potensialı ən kiçikdir? Qeyd etdik ki, axma istiqamətinin başında ən böyük, solunda isə ən kiçik, o zaman ən kiçik 4-də olacaq. Üçüncü testdə R vurulsun S böl L ifadəsi hansı fiziki kəmiyyət təyin edir? Bildiyimiz kimi müqavimət rho L böl S düstur, yəni asılı olduğu düsturdan istifadə etsək, burada göründüyü kimi rho RS bölünsün L düsturuna bərabərdir. O zaman cavabımız xüsusi müqavimət olacaqdır. Naqilin xüsusi müqaviməti 4-cü testdə burada qeyd etdik. Rho, yəni xüsusi müqavimətdir. R vurulsun S böl L. Y variantına uyğun gələcəkdir. Naqilin müqaviməti hansı ifadə ilə təyin olur? 5-ci sualda isə baxın bu düstur soruşulur bizdən. Müqavimət R-dir, bərabərdir rho vurulsun uzunluq bölünsün sahə. Yəni, baxın bu rho vur L böl S düsturuna təyin olunur. U böl I hansı fiziki kəmiyyətə uyğundur? Bildiyimiz kimi dövrə hissəsinin ohm qanununda I bərabərdir U böl R-dir. Buradan da müqavimət göründüyü kimi U böl I-yə bərabərdir. Yəni cavabımız müqavimət olacaqdır cavabdır. U böl R düsturumuzda qeyd etdiyimiz kimi cərəyan şiddətidir. C variantı. 10 vurulsun metr hansı fiziki kəmiyyətin vahididir? 10 vurulsun metr xüsusi müqavimətin vahididir. Bunu R bərabərdir rho L böl S düsturuna təyin edə bilərsiniz. RS bölünsün L qeyd etsək, vahid olaraq yazsaq ohmdur. Sahə metrin kvadratıdır və uzunluq metrdir. O zaman bunun birinin bu ixtisar getsə, baxın 10 vurulsun metr alınır. Cavab xüsusi müqavimətdir. Xüsusi müqavimətin vahidi yenidən 10 vur metr. 10-cu sualda naqilin müqavimətinin vahidi yenə də ohm. Cərəyan şiddətinin vahidi amper, B variantı. Hansı halda V voltmetri R1 müqavimətli naqildə gərginlik düşküsünü ölçür? Voltmetr bildiyimiz kimi dövrəyə paralel birləşir. Ardıcıl birləşməmə səbəbi onun müqavimətinin çox böyük olmasıdır. Yəni, müqavimət çox böyük olduğu üçün, əgər ardıcıl birləşdirəriksə, cərəyan oradan keçə bilməz. Yəni, cihazdan keçə bilməz və göstəriş göstərə bilməz. Odur ki, paralel qoşuruq. Amma R1 müqavimətli naqildəkini istəyir bizdən. Hansı variantda R1-ə paralel birləşibsə, o düzgün variant olaraq götürülür. Baxın, D variantında R1-ə paralel birləşdirilmişdir. R2-dəkini istəyirsə, bu səfər R2-yə paralel olanı birləşdiriləni götürürük. Y variantı. 14-cü sualda dövrə hissəsində gərginlik hansı cihazla ölçülür? Əlbəttə ki, voltmetrlə, işarəsi də qeyd etdiyimiz kimi bu formada olur. Dövrə hissəsində cərəyan şiddəti əlbəttə ampermetrlə, ampermetrdə bu formada işarə olunur. Sonra 16 lampada gərginliyi ölçmək üçün voltmetr hansı halda dövrəyə düzgün qoşulur? Voltmetr yenə də bu səfər də paralel birləşməlidir, amma lampanın da işarəsi bilirsiniz budur. Baxın, C variantında paralel birləşdirilmişdir. 17-ci sualda isə cərəyan şiddətini ölçmək üçün ampermetr soruşur bu səfər. Ampermetr isə ardıcıl birləşir. Baxın, bu dövrədə ampermetr ardıcıl olaraq birləşdirilmişdir. Elektrik cərəyanı nəyə deyilir? Yüklü zərrəciklərin istiqamətlənmiş və yaxud da nizamlı hərəkətinə deyilir. Baxın, C variantı. Hansı fiziki kəmiyyət naqilin enkəsiyindən müəyyən zaman ərzində keçən yükün bu zamana nisbətinə bərabər kəmiyyətdir? Bildiyimiz ki, cərəyan şiddəti Q böl T'dir. Yəni, naqilin enkəsiyindən keçən yükün miqdarının, baxın, zamanı olan nisbəti adlanır cərəyan şiddəti, B variantı. Verilmiş materialdan hazırlanmış naqilin müqavimətinin uzunluqdan asılılığı istəyir və sahə sabitdir. Verilmiş material deyirsə, bizdə burada bilirsiniz ki, hər maddənin materialın xüsusi müqaviməti özünə xasdır, yəni sabitdir. O zaman R bərabərdir rho L böl S düsturuna görə rho'muz sabit, sahənin də özünün sabit olduğu qeyd olunur. R və L düz asılı olaraq götürülür, B variantı. 21-ci sualda eynən həmin qayda ilə tapsaq, bu səfər rho L böl S-də sahə ilə tərs olacaq, yəni C variantı. Müqavimət istənilir. Bilindiyi kimi I bərabərdir dövrə hissəsinin ohm qanunu düsturundan müqavimət istənilir. R gərginlik bölünsün cərəyan şiddəti, yəni onu I-yə bölməliyik. Yəni, baxın, 20-ni 1-ə və yaxud da 42-yə cavab 20 ohm olacaqdır. Sonra isə hansı açar qapandıqda zəng çalar, lampa yanmaz. Bizdən elə bir açar qapanmasını istənilir ki, zəng çalsın, baxın, zəngin işarəsi budur, bu işləsin,
Amma bizdə lampa közərməsin, yəni yanmasın. Fikir versək, bir açarını bağlasaq, uzun tərəfə müsbət qütb demişik, qısa tərəfə mənfi qütb. Cərəyan baxın, buradan qısa yolu sevdiyi üçün və maneəsiz yolu sevir əlbəttə ki. Burada baxın, qısa yolumuzdur. Dövrə tamamlanacaq bir lampası açar qapanarsa lampa işləyər. Bizə isə işləməsin istənir, yəni közərməsin deyir. Bizə bir işimizə yəni yaramır, onu götürə bilmirik. Keçirik ikinciyə. Fikir verin, ikinci qapanarsa həm zəngimiz çalar, həm də baxın bu hissədən lampa da yanar, dövrə tamamlanar, hər ikisi işləyər. Odur ki, bu variantda doğru deyil. İndi gəlin üçüncünü qapayaq. Üçüncüdə müsbətdən irəliləsək, lampamız, daha doğrusu zəngimiz çalar və baxın bu formada dövrə tamamlanar. Yəni təkcə dövrəmizdə demək zəngimiz işləyər. Yəni birinci açar, yalnız bir olacaq cavab. Amma yəni bu formada yəni gedilməsi üçün, baxın bu formada daha doğrusu gediləndə, yəni buradan gəlib geri qayıda bilməz. Yəni belə bir cərəyan hərəkəti yoxdur. 24-cü testdə bu səfər lampa közərsin, amma zəng çalmasın. Biz öncəki testdə bunu qeyd etdik. Baxın bir açarını qapayırıqsa, cərəyan müsbət qütbdən tamamlayar dövrəsini mənfi qütbə və bizdə lampa yanar, amma zəngimiz çalmaz. Bizdən də bu istənilir. Cavab yenə də yalnız 1 olaraq. Burada 23-də yalnız 3 qeyd etdik. Ola bilər mexanik olaraq 1 demiş olaram. Yalnız 3. Burada isə yalnız birinci açar cavab olaraq götürürük. Baxın, dövrə tamamlanır və lampamız işləyir, sadəcə zəngimiz işləmir. Növbəti testə baxırıq, 25-ci testdə. Burada 1 və 3 açarlarını qapadıqda hansı lampalar közərir soruşur. Gəlin baxaq, bir lampasını, daha doğrusu açarını və 3 açarını qapayaq. Yenə də müsbətdən mənfiyə doğru fikir versəniz, əgər bir açar qapanarsa 3 və 4-cü və 3-cü və 4-cü lampalarımız işləyər. Lakin buradan 2 açıq olduğu üçün 3 qapansa belə bu hissədən axan cərəyan buradan keçə bilmədiyi üçün nə bir nə də ikinci lampaları işlədə bilməz. Odur ki, cavabımız 3 və 4 olaraq qeyd olunur. A variantı. Bu səfər isə yalnız bir açarını qapadıqda soruşur. Yalnız bir açarını qapasaq, fikir versək, buradan yenə də dövrəmizdə 52 və 54 lampaları işləyəcək. Yəni cavab C. Burada 2 açıq olduğu üçün dövrə bura qədər işləsə, daha sonra tamamlana bilməyəcək. Odur ki, 52 və 54 lampalarımız cavab olaraq götürülür. 27-ci testdə 1 və 2 açarlarını qapasaq. Aha, biri qapasaq, öncəki testlərdə qeyd etdiyimiz kimi, baxın, bu hissədəki lampalar işləyəcək. Yəni, L1 və L2 lampalar işləyər. İkinci lampanın açarı qapasaq. Fikir verin, gələr buradan da keçər. Yuxarıdan yolunu davam etdirə bilməz, çünki 3 açıqdır. Lakin 3-cü lampadan keçərək bir də qapalı olduğu üçün dövrəni tamamlaya bilər. Yəni, burada L3 lampamız da işləyər. Yəni L1, L2 və L3 A variantı doğru cavab olacaqdır. 28-ci test. I vurulsun T, bölünsün Y. Cərəyan şiddətinin I bərabərli Q bölü T düsturu var. Buradan Q əlbəttə ki IT-dir. Bildiyimiz kimi. İndi biz baxın bu testdə bizdə belə bir I vurulsun T bölü Y var. IT-nin yerinə Q yaza bilirik. Q bölü Y. Q'ümüz də NY düsturuna uyğun olaraq yazsaq. Y'lər elementar yüklə ixtisar etsə bizdə say cavab olaraq götürüləcək. Baxın bu naqli kəsilən tez analizə keçən elektronların sayı olacaqdır. NY bölü T də bənzər bir testdir. NY-yə Q demişik. Q bölü T-yə də cərəyan şiddəti demişik. Cavab olaraq cərəyan şiddəti götürülür Y variantı. Dövrədəki ampermetr nəyi ölçür? Dövrədəki ampermetr bildiyimiz kimi cərəyan şiddətini ölçür əlbəttə ki. Baxın, burada EHG yazır, gərginlik yazır, müqavimət yazır, doğru cavablar deyil. Baxın, gərginlik doğru cavab deyil, cərəyan şiddəti bizim doğru cavabımızdır. Dövrədəki